Salam əziz izləyicilər, vətənsevənlər, şəhid ailələri, Azərbaycan xalqı, hər birinizi salamlayıram, hər kəsi. Bugün biz yenidən 27-si 4-cü ay 2026-cı il tarixdə bir daha yenidən Kürdəmir rayonundayıq. Kürdəmir rayonunda bizim ilk qəhrəmanlardan olan 94-cü ildə şəhadətə yüksəlmiş şəhidimiz Yaşar Həkimoğlu Seyidovun evində, onun ailəsində, isti ocağındayıq. Onun yadigar bacısının yanındayıq. Biz bu ailəni hər zaman ziyarətə gəlirik. Bu ailə bizə çox doğma, çox yaxındır. Yaşar Seyidov qəhrəman bir oğuldur. Onun Allah atasına, anasına rəhmət eləsin. Biz əvvəllər gələrdik, Əzikə ananı evdə görərdik. Mən bu ocağa gələndə ilk öncə gözüm Əzikə ananı axtarır. Amma elə fərz eləyirəm ki, Vəfa bacımız elə onun yolunu, Yaşar Seyidovun yolunu, Əzikə anamın yolunu, atasının yolunu, həkim qardaşın yolunu, atamızın yolunu müvəffəqiyyətlə davam elətdirir. Çox o dəyərli bacıdır. Biz onu çox sevirik. Yəni öz ailəmizin içinə gəlmişik, elə hesab eləyirik bizi doğrudan. Biz hər zaman da Yaşar Seyidovu yad eləyəcəyik. Onun qəhrəmanlıq yolu çoxdur, böyükdür. Demək 24-ü 4-cü ay 24-ü 4-cü ay 1968-ci ildə anadan olub. Bir-iki gün qabaq Yaşar Seyidovun Mövlud günü idi. Biz iştirak edə bilməsək də, amma özümüzə borc bildik ki, yenidən biz gələk, iştirak eləyək. Mənimlə birlikdə Fazilə bacım da buradadır. Allah şəhidimizi məkan cənnət eləsin. O bizim təşkilatımızın quruculuğunda, irəli getməsində çox böyük işlər, mühüm işlər görür. Bu yolda bizə dəstək olan Elman ata, Famil Məmmədlinin atası. Onu da buradan salamlayıram. O da sizə salam söylədi. Dedim mən özüm gələ bilməsəm. Allah səndə yeri cənnət olsun. Çox sağ olsun. Onun səhhətində problemlər yaranıb. Dedi, yoxsa özüm də gedərdim. Famil Məmmədli də yəni qəhrəman oğullardan biridir. Yeri cənnət olsun. Amin ya Rəbb. Biz hər zaman yəni Yaşar Seyidov və onun kimi oğulları hər zaman arayıb axtaracağıq. Kürdəmirin çox böyük yəni şəhid itkiləri var, itkin şəhidləri var. Onların da məkanı cənnət olsun. 44 günlüklər var. Qisas əməliyyatında olanlar var. Onların antiterror, bütün əməliyyatlarda şəhid olanların hamısının ruhu qarşısında baş əyirik. Vəfa bacı, sizə də dərin təşəkkürümü bildiririk ki, təşəkkürümüzü bildiririk təşkilatımız Vətənsevənlər İctimai Birliyimizin adından. Yaxşı ki varsınız. Biz sizlərlə güclüyük. Siz olmasınız, biz heç bir vaxtda yəni belə ürəkli ola bilmərik və ən başlıcası da biz Yaşar Seyidov və onun kimi oğulların ruhu qarşısında baş əyirik. Bizi birləşdirən, bizi bir yerə dost eləyən, yaxın eləyən şəhidlərimizin ruhları şad olsun. Bizi bax belə görəndə, dost görəndə, sirdaş görəndə. Valla danışmağa söz çoxdur, yəni amma bura bizim elə öz evimizdir, isti ocağımızdır. Hər zaman da bu qapını biz ərklə açırıq. Çünki burada Yaşar Seyidov kimi qəhrəman bir oğul yetişib. Əzikə anamın, həkim qardaşımın və bu məhəllədən gedən bütün dünyasını dəyişənlərimizin ruhları şad olsun, məkanları cənnət olsun. Mən bu ocaqdan başlayacağım.